qumarbaz İlham Əliyev hər dəfə qazın, suyun, işığın qiymətini qaldıranda bilin ki, həmin o pullar Əliyevlərin cibinə gedir. İlham Əliyev bir tərəfdən xalqın cibinə girir, o biri tərəfdən isə anaların anası olan Mehriban Əliyevaya babatmaya buraxır. Birinci vitse-prezidentin sadəcə bu fotosuna baxaq və görək ki, Mehribanın bir dəfə küçəyə çıxması neçəyə başa gəlir. Elə götürək Mehriban anamızın kurtkasını. Bu Brunello Cucinelli brendinin kurtkasıdır və qiyməti 14.000 manatdır. 14.000 manat. Mehriban xanımın sumkasına bir baxın. Bu sumka Louis Vuitton brendinə aiddir və qiyməti 10.000 manatdır. Təsəvvür edirsiniz? Bax belə, Mehriban xanımın bir dəfə küçəyə çıxması 40.000 manata başa gəlir. İndi siz mənə deyin görüm ay kasıblar. Bugün evinizə çörək almaq üçün cibinizdə 60 qəpik varmı? Ha? Siz hələ yatın.